Vətənlər, bu ilə çox sevinəcəm, çox qürurluyam. Nəhayət ki, neçə illərdən sonra Azərbaycan nefti Ermənistana girdi. Cənab Ali Başdan Xiyar, sənin götürü isin Milli Məclisdə oturanlar. Məsələ bundan ibarətdir ki, İlham Əliyevin barmağı hara deydi, İlham Əliyev hansı dövlətə neft göndərdi, o dövlətin boğu çıxır. Demək olar ki, Ermənistana bir balaca söz uzatdığı var isə, demokratiya var isə, onu da içinə sıçacaqlar. Azərbaycan nefti daxil oldu sonra, orada diktatura, ailə hakimiyyəti, qohumbazlıq, söz azadlığının boğulması, sərbəst toplaşma azadlığının qadağan olunması, jurnalistlərin həbs olunması, siyasi fəalların həbs olunması və sərhədlərin bağlanması. Və biz bunu neçə ildə gözləyirdik ki, biz yaşadığımızı Ermənistan da yaşasın. Bildiyiniz kimi, Gürcüstanda bir çox proseslərdə Azərbaycanın barmağı var Əliyevlərin. Artıq bu Ermənistan da gözləyir. Diktatura dövlətinin vətəndaşı olan Azərbaycanlıdan Ermənistana böyük salamlar. Növbəti diktatura dövləti sizsiz. Siz bu namızı dolaq seçilmişsiniz.